Ölkə çox pis vəziyyətdədir. Biz indiyənə qədər belə düşünürdük ki, müsəlman ölkəsidir, orada bizim 40 milyon soydaşlarımız yaşayır və onların halına acıyaraq bu ölkəyə qarşı Amerikanın amansız hücumlarını pisləyirdik. Nə qədər humanitar yardım göstərdik, nə qədər həmin ölkədən çıxan xarici ölkə vətəndaşlarını öz ərazimizdən keçirərək müharibənin onlara yara vurmasına imkan vermədik. Yəni, əlimizdən gələn köməklilərin hamısını göstərdik. İndi bu yekəbaş sepah generalları, Parabeyin ömründə bir kitab oxumamış, bəlkə də heç namaz da qılmamış, əstağfurullah. Bu generallar indi Azərbaycana qarşı Azərbaycan uşaqlarını necə deyirlər, danışdırırlar, mahnı bəstələyirlər, mahnı ilə Azərbaycanın yolunu az çaşma, qəbrini qazma, nə bilim, bura İrandır, bura nə bilim, nədir. Siz uzun müddət, təxminən 1000 ilə yaxın Azərbaycan Türk xanədanlarının rəhbərliyi altında idarə olunubsunuz. Sasanilərdən sonra bütün İrana rəhbərlik edən Türk xanədanları olubdur. Siz yəqin ki, Nadir Şahın qılıncının zərbələrini hiss edirsiniz. Siz yəqin ki, Ağqoyunlu Uzun Həsənin qılıncının zərbələrini hiss edirsiniz. Siz yəqin ki, Qaraqoyunluların da Qaraqoyunlu Azərbaycan dövlətinin də zərbələrini hiss edirsiniz. Siz Səfəvilər dövlətinin başçısı 14-15 yaşlı Xətainin sərkərdəlik istedadını çox gözəl hiss edirsiniz. Xətainin dövründə İran imperiyaya çevrildi. İran deyildi onda, Xətai imperiyası idi. İran 1924-cü ildə adlanmışdı. Ona qədər Uzun Həsənin adından Uzun Həsən imperiyası, Qacarın adından Qacarlar imperiyası, Əfşarlar imperiyası və s. Yəni demək istəyirəm ki, siz nə kimi, quzu kimi bizim əlimizin altında nökərçilik edirsiniz. Ay fars şovinistləri, ay sepaha soxulmuş fars şovinistləri. Siz deyəsən tamamilə məhv olmaq istəyirsiniz. Əgər o yolu seçsəniz, bizim də edəcəklərimiz var. Bizim də bu yolda sizi susturacaq və qınınıza qapılacaq qədər hürküləcək imkanlarımız var. Biz o imkanları işə salsaq və oradakı 40 milyonu da ayağa qaldırsaq, sizin dövlətiniz bir gündə süqut edəcəkdir. Bir gündə süqut edəcəkdir. Bəsdirin, siz yolunuzu azmayın. Siz qəbrinizi qazmayın. Siz qonşu dövlətlə normal münasibətlər bəsləməyin yolunu öyrənin. Bir kitab oxuyun. Bir geosiyasi problemlərlə məşğul olun. Siz nə bilirsiniz ki, Pakistanda, İslamabadda danışıqlar zamanı, günün səhərsi Amerika yeni tamaqaflarla, yeni kaliberlərlə sizə hücum etməyəcək. Sizin külünüzü göyə soğuracaqlar, heç sizin xəbəriniz yoxdur. Xəbəriniz varsa da özünüzü arsızlığa vurursunuz. Necə deyərlər, bu uşaqların təmiz, gözəl Azərbaycan uşaqlarının səsindən Azərbaycana qarşı istifadə edirsiniz. Bu alçaqlıqdır, bu murdarlıqdır. Bu Azərbaycan xalqı başa düşmür ki, o uşaqların çoxu həddi buluğa çatmış uşaqlardır. O başa düşmür ki, onun vətəni Azərbaycandır. O bilmir ki, ora Azərbaycandır. O bilmir ki, 1000 ildən artıq oranı Azərbaycanlı sərkərdələrə idarə edibdir. Onlar bilmirlər ki,
Əhalinin yarıdan çoxu Azərbaycanlıdır. Bilirlər, indi siz onların başını yuyub, zorla ya tovlayıbsınız, ya qorxudubsunuz, onları bizim əleyhimizə mahnı oxumağa çağırırsınız. Mən bu yaşımda sizin üçün elə bir mahnı oxuyaram ki, mən siz Fars millətçiləri, Fars molla rejimi, sizə elə bir şeirlə sözlər deyərəm ki, altınıza qaçırarsınız. Yığışdırın bu zirzibil təbliğatınızı. Sizi qabaqda çox bəd günlər gözləyir. Bu bəd günlər bəlkə də sabah başlayacaq. Gör sizin başınıza nə oynasacaqlar. Məni bizə qorxudan, ehtiyatlandıran oradakı soydaşlarımız Azərbaycanlılardır. Sizi kimi alçaqların əlinin altında öz Azərbaycan xalqına qarşı belə xoşa gəlməz, həm də dünyada misli görünməmiş, dünyada heç bir xalqa öz dilində özünə qarşı mahnı oxutdurmurlar. Ay Sepahın parabeyin generalları. Əgər bu yaxşı şeydirsə, öz Fars dilinizdə, Fars uşaqlarına, Fars molla rejiminə qarşı mahnı oxudun, şeirlər bəstəliyin. Və əgər belə yolla ölkənizi tanıtdırmaq istəyirsinizsə, vəsf etmək istəyirsinizsə, bu cür vəsf edin. Onda bütün dünya sizi alqışlayacaq. Ömrünüzün, dövlətçilik ömrünüzün sayılı günləri qalıbdır. Heç bir saat dövlət bilinmir, var ya yox. Kim idarə edir İranı? Sepah. Sepahın ikinci, üçüncü dərəcəli generalı ölkənin prezidentinə meydan oxuyur. Ölkənin Xarici İşlər Nazirinə meydan oxuyur. Belə dövlət olur, belə dövlətçilik olur. O uşaqların ata-anasına müraciət edirəm. Sən görmürsən ki, bu dağılmış xarabəliklərin üzərində, ayaqları üstündə güclə dayanan bir dövlətdə hamı çalıb çapır, uğurlayır. Sizsə küçələrdən çörək qırıntıları toplayırsınız. Bu dövlət hələ bir bəs deyilmiş kimi qonşularına sataşır, birinə raket atır, birini hədələyir, güya qəbrini qazacaq nə bunlar. Al, payını alacaqsan. Payını alacaqsan. Siz heç yaxın günlərdə qaçmağa, gizlənməyə deşik axtaracaqsınız. Onda biləcəksiniz ki, kimin qəbri qazılır, kimin qəbrini qazmağa hazırlaşırlar və kim mövcud vəziyyətdə özünü necə aparmalıdır.